Şəki şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah sursatının əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan Kalaşnikov markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədi ilə saxladığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Mübariz Bəşirov barəsində həbs qəti imkan tədbiri seçilib. Son bir ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıkları müxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həmin şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Sevindil Akifoğlu, Bugün TV.